Abibəyeva İradə, mən quru qidada satıcı olaraq işləyirəm. 2 il müddətində işləyirəm burada. Zahidova Samirə Sərxan qızı, 6 ildir bu filialda işləyirəm. İlk olaraq satıcı vəzifəsində başlamışam bu filialda. İndi kassir olaraq çalışıram. Abdullayeva Gülcahan, baş satıcı vəzifəsində çalışıram. 2018-ci ildən mən bu marketdə çalışıram. Satıcı kimi gəlmişəm, Şirniyyat şöbəsinə. 5 il işlədikdən sonra baş satıcı vəzifəsi verdilər. 2 ildir baş satıcı vəzifəsində çalışıram. Nərmanova Tərlanə, baş satıcı vəzifəsində işləyirəm. 11 ildir işləyirəm Arazda. Kassadan, yəni ki, keçmişəm baş satıcı, 2 ildir də baş satıcı işləyirəm. Rəhimli Azər, 5 ildir Araz marketdə işləyirəm. Hal-hazırda administrator işləyirəm. İlk işim su şöbəsində başlamışam çalışmağa. 2 il su şöbəsində işləmişəm. 9 ay gastronom şöbəsində işləmişəm. Sonra baş satıcı keçdim. 9 ay baş satıcı işlədim. Hal-hazırda administrator vəzifəsində çalışıram. İş başladığım gündə çətinliklərim çox oldu. Çünki mən marketdə çalışmamışdım, başqa bir sahə üzrə çalışırdım və bura yönləndən sonra işimi yavaş-yavaş qurmağa başladım. Ən birinci müştərilərlə ünsiyyət olmalı idi və buna öyrənməli idim mən. Və öyrəndim. Şükürlər olsun ki, öz işimi yoluna davam etdirir. Nə bilim, gəldim, çox qəribə gəldi də mənə. Satış sahəsində çalışmamışdım, başqa sahədə çalışmışdım. Yəni bilmədim bu işin öhdəsindən gələ biləcəm, gələ bilməyəcəm. Maraqlı gəldi, amma girdim, alındı. İndi də necə deyim, işimi çox sevirəm, sevə-sevə gəlirəm, gedirəm. O qədər həvəsim var idi ki, ilk dəfə açığı kassaya girəndə, kassada məndə o qədər həvəs yaranmışdı ki, mən özümün ürəyimdən keçən sözləri, münasibətləri, ürəyimdən necə keçirsə, indi necə belə danışıramsa, orada da kassada bax elənçinə o qədər xoş münasibətlər qurdum, mənə xoş gəldi. İlk gündən mən əziyyət çəkmədim. Çox həyəcanlıydım. İşə başlayanda gətirdilər, Arazın köynəyini verdilər. Çox həyəcanlıydım, zala çıxmaq utanırdım hətta, belə deyim. Günü-gündən yavaş-yavaş öyrəşdim. Müştərilərlə, işçilərlə. Yəni bu iş yerində 6 ay keçəndən sonra yaxşı işçilərə, mən indi 11 ildir də burada işləyirəm, görürəm, yaxşı işçilərə gəlirlər özləri, deyirlər ki, gəl imtahana, təlimlərimiz var, imtahanlarımız var. Mən yaxşı işləsəm, şirkət məni qabağa çəkəcək 100%. Yəni mən onu yenə də deyirəm, özümdə gördüm. Sadəcə əziyyət çəkmək lazımdır, necə əziyyət çəkmək lazımdır. Yəni işində səhlənkarlıq eləmək lazım deyil, məsuliyyətli olmaq lazımdır. Vəzifə və öhdəliklərin öhdəsindən gəlmək lazımdır. İşlərini görür müdiriyyət, yavaş-yavaş səni irəliyə doğru çəkir. Yəni sən bundan da yaxşı vəzifələrdə ola bilərsən, tövsiyələr eləyir, sən də özün üçün bir örnək götürürsən ki, mən bu işi bacararam. Arazda yəni komanda ruhu çox gözəldir. İşçilər hamısı ilə bir-bir mehribandırlar, müştərilərlə mehriban davranırlar. İşə gələndə işçinin üzündə, gözündə görsən ki, işə gülər üzlə gəlir, motivasiya ilə gəlir. Komanda, yəni hamı bir-birinə hörmət edir burada. Yəni hörmət bəsi, məsələn, satıcıdır, admindir, baş satıcıdır, müdiriyyətdir, hamı sağ olsun. Yəni hamısına çox razıyam. Yəni hamı bir-birinə hörmət bəsləyir. Yəni bir ailədir, Araz bir ailədir. Burada komanda ruhu dedikdə birlik və bütünlük var. Yəni hamı bir yerdə bir işi komanda şəklində görür. Səmimilik çoxdur Araz marketdə və ona görə də bu Araz marketi seçdim mən. Həmişə yaxşı səmimiyyət görmüşəm müdiriyyət heyətindən, iş yoldaşlarımla. Yəni həmişə birlik ol. Adam da ona görə birlik olduğu yerdə işini sevə-sevə işləyir. Mən neçə müdiriyyətlə işləmişəm. Gələn müdiriyyətlərin hamısı çox mehriban, sadə, bərabər biz əl-ələ verib, müdiriyyət qarışıq, biz əl-ələ verib işləmişik. Bura gələndə əlbəttə ki, mən bilmirdim ki, bu işi ümumiyyətlə bacaracam, bacarmayacam. Bütün işlərin hamısını mən burada öyrəndim. İnsanlarla ünsiyyətli olmağı, işçilərlə ünsiyyətli olmağı. Burada daha, necə deyim, özgüvənlik yarandı Araz şəbəkəsində məndə. Araz market bizə insanları tanımağı öyrətdi, karyera qurmağı öyrətdi, gələcəyə doğru. Bəli, Araz market çox şey öyrətdi bizə. Xoşbəxt eləyir. Necə? Yəni buranın işindən mən razıyam, çox razıyam. İnan ki, mən istirahətdə 2 gün dalbadal istirahətdə qalanda öz evdə ürəyim sıxılır. Yəni ölürəm mən belə deyim işim üçün. Sevirəm işimi. İş yoldaşlarımız olmasaydı çətin olardı. Mən bura öyrəşmişəm, neçə ildir burada çalışıram. Hətta mən məzuniyyət də verəndə darıxıram ki, kaş işə tez çıxıydım. Başqa filiala bəlkə də gələ bilərəm, amma 9 ildir bu filialda çalışıram, bura öyrəşmişəm. Mənim üçün bəlkə də çətin ola bilər harasa gedib öyrəşmək.
Çünki bu komandaya öyrəşmişəm. Araz Market mənim üçün nə ifadə eləyir? Mehribançılıq var da. Yəni Araz Market mehribançılıqdır. Yəni bu mənə xoş rəftarlıqdır. Bu mənə bəs elə. Demək olar ki, bir ev. Evimizdən çox burada oluruq. Araz Market mənim üçün bir ailə. Araz Market mənim üçün hal-hazırda demək olar ki, hər şeydir. Yəni mən Araz Marketdə özüm belə deyim, tapmışam, özümü toparlamışam. Həyata baxışım başqa cür olub. Mən bura o qədər öyrəşmişəm ki, Araza həqiqətən o qədər öyrəşmişəm ki, mən başqa yer istəmirəm. Və arzum da var ki, nə qədər Allah Taala nəsib edəcəksə, o vaxta qədər də mən Arazda müştərilərlə yaxşı işləyim, müştərilərlə bərabər bir yerdə işləyim. Mən belə deyim, işə gəldiyimdən bəlkə də bir 4 ay, 5 ay sonra o sözü özümdə işlətdim ki, bura mənim yerimdir. Şansları bol olsun, uğurları bol olsun. Yəni hamımızın uğurları bol olsun. Bir dənə arzum odur ki, bundan da böyüsün daha da. Filialları çox olsun. Gələcəkdə Araz Market maşallah dayanmadan inkişaf eləyir. Gələcəkdə yəqin ki, bunların ardı gələcək inşallah. Özümüz də o şirkətdə belə deyim, rəhbər şəxslərdən inşallah biri olacağıq. Arzularım var. Araz böyük olsun, çox olsun. Yəni Araz Market harda? Biz də orada.